إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله عما بعد. İnşallah mevzumuz Allah üçün sevib, Allah üçün nifrət eləmək olacaq. Çünki bu mevzu təkcə iman yox, əksinə bu iman bağlarının ən güclüsü sayılır. Allah üçün sevmək və Allah üçün nifrət eləmək. Bu haqda Əbu Umamə radiyallahu anhu deyir ki, Qalə Rasulullah sallallahu aleyhi və səlləm, Allah Resulü sallallahu aleyhi və səlləm belə dedi: Mən əhəbbə lillah və əbğədə lillah. Kim Allah üçün sevər və Allah üçün nifrət edərsə, və a'ta lillah və mənə lillah fəqad istəkmələl iman. Və Allah üçün verib, Allah üçün bir şeyə mani olarsa, imanı kamilləşər. Artıq imanı kamilləşər. Bəli, vallahi ey Allahın qulları, Allah üçün sevmək, Allah üçün nifrət eləmək təkcə imandan yox, əksinə iman bağlarının ən güclüsündəndir. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Əvsəqəl ural iman, əl-hubbi fillah vəl-buğdi fillah. Yəni, iman bağlarının ən güclüsü Allah üçün sevib, Allah üçün nifrət etməkdir. Bəli, həqiqətən müsəlman bu dünyada dost götürməsində, yoldaş götürməsində azad olmadığı kimi, çünki İslam ona əmr edib ki, müminlərlə yoldaşlıq elə, salihlərlə yoldaşlıq elə, salihlərin məclisində ol, Allahdan qorxanların məclisində ol. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Lə tusahib illə mümin və lə yəkulü təamk illə təqi. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, mümindən başqasıyla yoldaşlıq eləmə və yeməyini də yalnız Allahdan qorxana yedir. Və eləcə dedi, ey Allahın qulları, müsəlman bu dünyada sevgisində də, nifrətində də, verməsində də, bir şeyə mani olmasında da azad deyil. Yəni, öz azadlığında deyil. Əksinə, İslamın ona əmr etdiyi kimi sevməli. İslamın ona əmr etdiyi kimi nifrət etməlidir. İslamın əmr etdiyi kimi verib və İslamın əmr etdiyi kimi də mani olmalıdır. Müsəlman deyir, müsəlmana bu dünyada vacib olan şeylərdən biri odur ki, peyğəmbərləri, övliyaları, siddiqləri, salihləri və şəhidləri sevmək. Nəyə görə? Çünki Allah təala onları sevir. Çünki onlar Allahın doğru yolu üzərindədirlər. Və eləcə də müsəlmanın üzərində bu dünyada düşür ki, Allahın düşmənlərinə qarşı nifrət etsin. Onun üzərinə vacibdir ki, Allahın düşmənlərinə nifrət etsin. Kafirlərə, müşriklərə, münafiqlərə, asilərə, bidətçilərə və günahkarlara. Çünki nəyə görə? Allah subhanahu teala onlara nifrət edir. Çünki onlar Allahın doğru yolu üzərində deyirlər. Ona görə Allah üçün sevmək, Allah üçün nifrət eləmək olduqca deyir ki, təhlükəli məsələlərdəndir. Yəni, əqidə məsələlərindəndir. Allah üçün sevmək, Allah üçün nifrət eləmək həmçinin əl-bəla, əl-vələ vəl-bəra məsələsindəndir. Sevmək və nifrət eləmək. Və müsəlman da deyir, bu dünyada Allahın sevdiklərini sevməli və Allahın düşmənlərinə qarşı da düşmənçilik etməlidir. Artıq Allah subhanahu teala bizə öz kitabında İbrahim əleyhissalamı nümunə götürməyimizi və həmçinin İbrahim əleyhissalamla birlikdə olanları nümunə götürməyimizi əl-vələ vəl-bəra məsələsində, dostluq və uzaq durmaq məsələsində bizə əmr etmişdir. Allah Teala Qur'an-ı Kərimdə buyurur ki, قَدْ كَانَتْ لَكُمْ أُسْوَةٌ حَسَنَةٌ فِي إِبْرَاهِيمَ وَالَّذِينَ مَعَهُ إِذْ قَالُوا لِقَوْمِهِمْ إِنَّا بُرَآءُ مِنكُمْ وَمِمَّا تَعْبُدُونَ مِنْ دُونِ اللّٰهِ. Artıq deyir, İbrahim əleyhissalamda və onunla birlikdə olan kəslərdə sizin üçün gözəl örnəklər var, nümunələr var. İz qalu liqavmihim inna bura'u minkum və mimma ta'budun min dunillah. Bir zaman onlar İbrahim əleyhissalam və onun qövmü onun yəni ətrafında onlar öz qövmlərinə belə demişdilər. Yəni biz sizdən və sizin Allahdan başqa ibadət etdiklərinizdən uzağıq. Kəfərna bikum və bədə beynənə və beynəkum əl-ədavəti vəl-bəğdə.
və bizlə sizin aranızda əbədi olaraq düşmənçilik başladı, hətta siz tək Allaha iman gətirənə qədər. Ona görə deyir ki, Allah üçün sevmək, Allah üçün nifrət eləmək bu dünyada zay olan məsələlərdəndir, yəni körlanan məsələlərdəndir, yalnız Rəbbinin rəhm etdiklərindən başqa. Vallahi əgər deyir, biz bugünkü müsəlmanların, bu dövrdəki müsəlmanların hallarına baxsaq, görərik ki, onlar yəni sevməyi və nifrət eləməyi, insanlar arasında olan sevməyi və nifrət eləməsi ya dünya, fani olan dünya işlərinə görədir. Ya da ki, hansı bir yalancı şüarlar altındadır. İkisindən biridir. Deyir ki, bu bizim dəstəmizdir, bu bizim cəmaatımızdır, bu bizim əşirətimizdir, qohum əqrabamızdır, bu bizim dövlətimizdir, bu kimi. Görürsən, sevgi və nifrət bunun üzərindədir. Amma Allah üçün sevmək isə, Allah üçün nifrət eləmək olduqca deyir, bu dövrdə, bu zamanda çox azdır. Sanki deyir, biz bir vadidəyik, İslam başqa bir vadidədir. Biz bir təpədəyik, bir quyudayıq, İslam başqa bir quyudadır. Ona görə də şeyx deyir ki, və buna görə də istədim ki, deyir, xatırlatmağa, çünki xatırlatmaq möminlərə fayda verir və xatırladaraq deyirəm ki, ey İslam ümməti, Allah üçün sevmək, Allah üçün nifrət eləməyin böyük səmərələri var. Bu səmərələr dədir ki, onun sahibinə dünyada və axirətdə xeyir gətirir. Və Allah üçün sevməyin və Allah üçün nifrət eləməyin səmərələri həm fərdi insanlarda, həm cəmaatda çox təsir var. Və buna görə də deyirəm ki, deyir, Allah üçün sevmək, Allah üçün nifrət eləməyin səmərələrindən də biri, yəni Allah üçün sevmək, Allah üçün nifrət etmək bizi, hamımızı bir dəstə edir və o da Allahın dəstəsidir. Necə ki, Allah Teala Qur'an-ı Kərimdə buyurur ki, İnnəmə valiyyukumullah və rasuluhu vəllezine əmənu əlləzine yuqimunəs-salat və yu'tunəz-zəkat və hum raki'un. Yəni Allah və onun Rasulü və iman gətirən kəslər sizin vəlilərinizdir, sizin dostlarınızdır. Əllədinə yuqimunəs-salat, iman gətirənlər o kəslər ki, namaz qılarlar, zəkat verərlər. Və həmçinin Allah Teala başqa ayədə buyurdu ki, وَمَنْ يَتَوَلَّ اللّٰهَ وَرَسُولَهُ Kim Allahı və onun Rasulunu və iman gətirənlərə özünə dost tutarsa فَاِنَّ حِزْبَ اللّٰهُمُ الْغَافِلُونَ Yəni həqiqətəndir ki, Allahın dəstəsi qalib gələnlərdir. وَالْغَالِبُونَ Astagfirullah, qafilun dedik. وَالْغَالِبُونَ Yəni üstün gələnlərdir. Deməli, dəstələr çoxdur. Dəstələr çoxdur. Yəni, hansı dəstə Allahın dəstəsi sayılır? Əgər sən şiyələrdən soruşsan, deyəcək ki, Allahın dəstəsi bizik ayədə keçən. Əgər xavariclərdən soruşsan, deyəcək ki, Allahın ayədə keçdiyi dəstəsi bizik. Mətrudilər, əşərilər, sufilər, Naxçıbəndilər, kimdən soruşsan, hamı nə deyəcək? Allahın ayədə, Hizbullah, Allahın dəstəsi, yəni qəsd biz də olmuruq. Bütün firqə bunu deyəcək. Lakin burada qəsd olunan kimdir? Əhl-i sünnə vəl cəmaat, fırqatun nəcə, fırqatun mənsura. Fırqatun mənsura, yardım olunan firqa, fırqatun nəcə, nicat tapan firqa, əhl-i sünnə vəl cəmaat. Hansı ki, əhl-i sünnə, sələfə verilən adlardır, bulardır. Niyə görə? Çünki bu dəstənin tərəzisi var. Hər bir dəstə nə deyir? Biz kitab və sünnədən gedirik. Lakin bu dəstə nə deyir? Deyir ki, biz kitab, sünnə və sələf alimlərinin mənhəci ilə və onların fəhmi ilə gedirik. Sələf ta sahabələrdən indiki alimlərə qədər. Tabinlər, sahabələr, tabinlər, ətbə-i tabi, ta oradan, yəni bura qədər. Yəni bizim tərəzimiz budur. Amma hər bir dəstədir ki, biz kitab və sünnə ilə gedirik. Lakin kitab və sünnə ilə getmək kifayət eləmir. Niyə? Çünki kitab və sünnəni başa düşmək üçün, yəni onun kitab və sünnə kimə nazil olub, birinci onların fəhmi ilə, onların baxışı ilə baxmalısan ki, kitab və sünnəni doğru olaraq başa düşəsən. Niyə? Çünki Allah Teala Qur'an-ı Kərimdə deyir ki, وَمَنْ يُشَاقِّ الرَّسُولَ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ الْهُدَى Kimə haqq yol bəyan olduqdan sonra Peyğəmbər sallallahu aleyhi və səlləmdən üz döndərərsə, sağ ikən onun özündən, dünyasını dəyişdikdən sonra onun gətirdiği hədislərdən şəriət üz döndərərsə. Sonra deyir ki,
Və mən yüşəqqə Rasulullah min ba'di mə təbəyyən ləhmul hudə. Kim Peyğəmbər sallallahu əleyhi və səlləmin gətirdiyindən üz döndərərsə və sonra möminlərin yolundan qeyrisinə tabi olarsa, biz onu istədiyi yerə yönəldərik və onu cəhənnəmə varid edərik. Deməli, ayənin əks məfhumu nədir? Kim Peyğəmbər sallallahu aleyhi və səlləmdən üz döndərməzsə, yəni onun şəriətindən, onun hədislərindən və yaxud gətirdiyi ayələrdən, yəni üz döndərməzsə və möminlərin yolundan qeyrisini tutarsa, biz nə deyirik? O gənə azmış sayılır. Gənə azmış sayılır. Niyə? Çünki Allah Teala ikinci şərti nəyi qoydu? Möminlərin yolu. Möminlərin yolu deyəndə burada sahabələr, tabiinlər ətbədə, xüsusən də sahabələr. Çünki niyə? Onların fəhmi ilə biz baxmalıyıq məsələyə. Çünki Allah onlardan, onlar da Allahdan razı olub. وَالسَّابِقُونَ الْأَوَّلُونَ مِنَ الْمُهَاجِرِينَ وَالَّذِينَ اتَّبَعُوا بِإِحْسَانٍ رَضِيَ اللّٰهُ عَنْهُ وَرَضُوا عَنْهُ. Allah Teala diyor ki, muhacirlərdən və ensarlardan öndə keçənlər və onlardan sonra gələndə Allah onlardan, onlar da Allahdan razı olmuşdular. Xas Allah onlardan razı olub. Yəni bizə də Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, ümmətim Yahudilər 71, Xristiyanlar 72, ümmətim 73 firqəyə bölünəcək, hamısı oddadır birindən başqa. Ey Allahın Resulü kimlərdir? Sahabələr soruşan nə dedi? Mən və mənim sahabələrim. Bu həmən nöqtə Allah Taala'nın Qur'an-ı Kərimdəki, o Nisa surasındakı həmən ayədəki nöqtədir. Kimə Peyğəmbər s.ə.və haqq gəlib çatarsa, yəni onu qəbul etməzsə, möminlərin yolundan qeyrisinə tabi olarsa, onu biz istədiyi yerə yönəldərik. Ona görə möminlərin yolu sahabi, onların fəhmi ilə başa düşmək. Bizim tərəzimiz budur. Ona görə biz dedik ki, yəni elə layiq olan, Hizbullah Allahın dəstəsinə layiq olan Əhl-i-Sünnə vəl-Cəmaat. Yəni Əhl-i-Sünnə vəl-Cəmaat kimdir? Quran və sünnəni, yəni sahabələrin fəhmi ilə və onların anlayışı ilə başa düşən. Çünki dəlillər bunu göstərir. Və yaxud da Fırqatun Nəciyə deyə bilərsən, Əhl-i-Sünnə vəl-Cəmaatın adlarındandır. Fırqatun Mənsura deyə bilərsən, Əhl-i-Sünnə vəl-Cəmaatın yəni adlarındandır. İkinci, birinci nə idi? Allah üçün sevmək, Allah üçün nifrət eləmək səmərələrindən biri odur ki, o bizi bir dəstə edir. Yəni, hər bir kəs əgər bizi bir dəstə edir. Yəni, bu cür yanaşsa məsələyə olacaq bir dəstə. Yəni, o da Əhl-i-Sünnə vəl-Cəmaatın dəstəsindən. İkincisi, nəyə görə Peyğəmbər sallallahu aleyhi və səlləm bizə bunu tövsiyə etdi? Səmərələrindən biri odur ki, yəni, Ənəhu yəcəəlnə ixfətən fillə yuhibbu bə'nə bə'də. Bizi Allah üçün sevmək bizi qardaş edir və bir-birimizi sevən qardaşlar edir. Necə ki, Allah Teala buyurur ki, İnnəməl mu'minunə ixfətun. Yalnız iman gətirənlərdir qardaş. Başqa ayda Allah Teala buyurdu ki, Muhammedun Rasulullah vəl-ləzīnə mə'əhu əşiddəu aləl-kuffar ruhəməu beynəhum. Allah Teala buyurur ki, Muhammed yəni Allahın Rasuludur və onunla birlikdə olan kəslər kafirlərə qarşı şiddətli, öz aralarında isə rəhimlidirlər. Yəni, deməli, kafirlərə qarşı nədirlər? Şiddətlidirlər. Nə üçün? Çünki deyir ki, onlar, yəni kafirlərə qarşı ona görə şiddətlidirlər ki, çünki deyir ki, onlar Allah üçün kafirlərə nifrət edirdilər. Öz aralarında rəhimlidirlər, çünki onlar bir-birlərini Allah üçün sevirdilər. Ona görə baxın, deyir ki, indi siz Allah üçün sevməkdəki və Allah üçün nifrət etməkdəki sirrə ki, o bizi bir ümmət edir. O ümmət ki, biz onun səbəbi ilə bir-birimizi sevirik. İkinci səmərələrindən Allah üçün sevməyin və Allah üçün nifrət etməyin səmərələrindən də biri odur ki, yəni Allah üçün bir-birlərini sevənləri Allah da sevir. Yəni Allahın sevgisi onlara vacib olur. Yəni Allah Subhanahu taala özü üçün bir-birlərini sevənləri sevər. Necə ki, Peyğəmbər s.ə.v deyir ki, Haqqat məhəbbəti ələ mütəhəbbinə fiyyə. Bir-birlərini mənim üçün sevənlərə mənim sevgim vacib oldu. Mənim sevgim vacib oldu. Mən onları sevərəm. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İnnə rəculən zərə əxən ləhu fi qariyyətin uxra. Bir kişi başqa bir kənddə, yəni kənddə yaşayan qardaşını ziyarət eləmək üçün gedir. Fəərsədəllahu ləhu alə dərəcətihi mələkən. Və Allah subhanət hala ona bir mələk göndərir. Və mələk onun yanına yaxınlaşaraq deyir ki, Əynə turid? Nə istəyirsən? Yəni,
Deyir ki, uridu əxən li fi hədihil qarya. Yəni, hara gedirsən, deyir ki, mən bu kənddə bir qardaşım var, yəni onu ziyarət etmək üçün gedirəm. Deyir ki, onu sənin ziyarət eləməyində sənin üçün bir neymət, bir hədiyə varmı? Nəsə ondan güdürürsənmi? Deyir, xeyr. Mən Allah üçün deyir, onu sevdiyim üçün onu ziyarət edəcəm. Onda mələk deyir ki, fəindi Rasulullah ileykə bi ennəllah qad əhəbə kəmə əhbəbtə fihi. Mən deyir, Allah tərəfindən göndərilən bir Rasulam, sən onu sevdiyin kimi Allah da səni sevdi. Sən onu sevdiyin kimi Allah da səni sevdi. Deməli, Allah üçün sevmanın səmərələrindən biri odur ki, Allah da səni sevir. Mühümdür, mühüm deyil. Mühümdür. Dördüncü səmərələrindən, yəni Allah subhanahu ta'ala yəni bir-birlərini Allah üçün sevərləri, yəni heç bir kölgənin olmadığı gün öz ərşinin kölgəsində onları kölgələndirəcək. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, İnna Allah Teala yaqul yevmel qiyamə. Allah Teala qiyamət günü deyəcək. Eynel mutehabbune bi celali. Hanı mənim üçün bir-birlərini sevənlər. O gün deyir ki, heç bir kölgənin olmadığı gün mən öz kölgəmdə, yəni ərşimin kölgəsində onları kölgələndirəcəyəm. Başqa hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, Səb'atun yüzəllirhumullah fi zilli yevme la zillə illə zilləhu. 7 sinif insan var ki, Allah Teala onları heç bir kölgənin olmadığı gün öz ərşinin kölgəsində onları kölgələndirəcək. Onlardan da biri Allah üçün bir-birlərini sevən 2 kişi. Yəni cəm olanda da bir-birlərini, onları cəm eləyən Allah üçün olan sevgidir. Ayrılanda da bir-birlərindən, yəni onları Allah üçün olduqları sevgidir. 5-ci səmərələrindən, yəni Allah üçün sevmək qiyamət günü ələl mənəbiri min nur. Ona nurdan minarələr veriləcək. Və Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, Allah təala buyurdu ki, "El-mutehabbun fi celal lehum menabir min nurun yaghbituhum en-nebiyyun ve'ş-şuhada." Deyir, mənim üçün bir-birlərini sevənlərə nurdan minarələr, qəsrlər veriləcək. Və deyir, peyğəmbərlərlə şəhidlər onlara qibtə edəcəklər. Peyğəmbərlərlə şəhidlər onlara qibtə edəcəklər. Həmçinin səmərələrindən də 6-cısı odur ki, Allah üçün bir-birini sevənlər qiyamət günü onlara nə bir qorxu, nə də ki bir hüzn olacaq. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İnnə min ibadillah ibadən leysu bi ənbiyaihi yəğbituhumun ənbiya və şühədə. Bir Allahın qullarının içərisində elə bir qullar var ki, onlar peyğəmbərlərdən deyirlər. Lakin deyir, peyğəmbərlər və şəhidlər onlara qibtə edər. Və soruşulur ki, ey Allahın Resulü, bunlar kimlərdir? Peyğəmbər s.ə.v deyir ki, hum qovmun təhabbuna bi nurillah. Onlar Allahın nuru ilə Allah üçün bir-birlərini sevənlərdir. Min qeyri ərhamin və lə ənsəb. Onların arasında qohumluq əlaqəsi və yaxud da ki, nəsəbliq yoxdur. Və onların üzləri nur olacaq və onlara nurdan minarələr, qəsrlər veriləcək. Lə yəxafuna idə xafən nəs. İnsanlar qorxduğu zaman onlar qorxmazlar. Və lə yəhsənuna idə həzənən nəs. Və insanlar kədərləndikləri zaman da onlar kədərlənməzlər. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm Allah Teala'nın bu ayəsini oxudu ki, Ələ innə əvliyə Allah lə xavfun aleyhim və lə hum yəhsənun. Bilin və agah olun, həqiqətən Allahın dostlarına nə bir qorxu, nə də ki hüzn olacaq. Həmçinin səmərələrindən də biri, 7-incisi Allah üçün sevməyin və Allah üçün nifrət etməyin səmərələrindən də biri odur ki, qardaşlar, demək Allah üçün sevənlər qəlblərində iman şirinliyini hiss edirlər. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Mən sərrə ən yəcidə həlavətəl iman fəlyuhibbəl mən lə yuhibbu illə lillah. Kim iman şirinliyini dadmaq istəyirsə, o zaman deyir, bir şəxsi yalnız Allah üçün sevsin. Başqa hədisə Peyğəmbər s.ə.v buyurur ki, Sələsun mən kunnə fi vəcədə bihinnə həlavətul iman. Kimdə 3 şey olarsa o imanın şirinliyini dadar. Onlardan da biri bir şəxsiz, Allah üçün sevməsidir. Həmçinin səmərələrindən 8-incisi Allah üçün sevməyin və Allah üçün nifrət etməyin, bu bizə Peyğəmbər s.ə.v etdiyi tövsiyəsidir. Kim Allah üçün sevərsə, Allah üçün nifrət edərsə, Allah üçün verib, Allah üçün bir şey mani olarsa, artıq deyir ki, imanı kamilləşər.
Bu da imanın da kamilləşməsi vacibdir. Deməli, belə olduğu halda bir insanın da Allah üçün sevməsi və Allah üçün nifrət etməsi lazımdır. Səmərələrindən 9-uncusu, Allah üçün sevməyin və Allah üçün nifrət etməyin səmərələrindən 9-uncusu, o bizi cənnətə aparan yoldur. Peyğəmbər s.ə.v buyurur ki, nəfsim əlində olan Allaha and olsun ki, lə tədxulul cənnətə həttə tu'minu. İman gətirməyincəyə qədər cənnətə girməzsiniz. Yəni, cənnətə daxil olmazsınız ta iman gətirənə qədər. Və lə tu'minə həttə təhəbbu. Və bir-birini sevməyincəyə qədər də iman gətirmiş sayılmazsınız. Əv lə ədullukum alə şeyin idə fəaltumum təhəbbəbtum. Sizə elə bir şey göstərməyinmi ki, onu etdiyiniz zaman bir-birinizi sevəsiniz. Fəəfşüs salam beynəkum. Peyğəmbər s.ə.v ki, aranızda salamı yayın. Aranızda salamı yayın. Deməli, salam nə edir? İnsanlar arasında sevgi yaradır. İnsanlar arasında yəni sevgi yaradır. Ona görə şeyx gətirir ki, deməli, böyük bunun Allah üçün sevməyin və Allah üçün nifrət etməyin böyük bir səmərləri var. Vallahi ki, bu bizi Allaha yaxınlaşdırır. Kim Allah üçün sevərsə, Allah üçün nifrət edərsə, o zaman deyir ki, neynəcək? Fəliyə'məl cəhidən ələ ən yəmut ələ dəlik. Görürsən, deyir ki, yəni ölənə qədər deyir, bunun üzərində çalışacaq. Bu da deyir, böyük bir şərəfdir. Bu da deyir ki, imanın bir insanın imanın olmasına bir dəlildir və həmçinin salamat əqidəsinin olmasına bir dəlildir. Burada sonra şeyx deyir ki, imanı artıran, yəni Allah üçün sevgini artıran səbəblər var. Yaxşı olar ki, deyir ki, biz bu səbəbləri də götürək. Ona səbəblərdir ki, biz o səbəbləri işləyəndə Allah üçün sevgimiz artır. O səbəblərdən biri də odur ki, əgər sən bir qardaşını Allah üçün sevirsənsə, ona xəbər verməyin ki, ona deməyin ki, həqiqətən mən səni Allah üçün sevirəm. O da sənə deyir ki, əhəbbəkallahu ləzi əhbəbdəni min əcli. Yəni, sən məni sevdiyin kimi, yəni Allah da səni sevsin. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, İdə əhəbbə rəcül əxahu fəlyuxbir ənəhu yuhibbuhu. Yəni, sizdən biriniz Peyğəmbər sallallahu aleyhi və səlləm bir kişi əgər qardaşını sevirsə, xəbər versin ki, onu sevdiyini xəbər versin. Və sonra şeyx deyir ki, Allahı şahid olaraq gətirirəm ki, yəni mən də deyir ki, qəlbimdə sizi Allah üçün sevirəm. Həmçin mən də sizi Allah üçün sevirəm. Allah da sizi sevsin. Həmçinin səmərələrdən ikincisi odur ki, qardaşlar arasında, yəni bu sevgini yaradan şeylərdən, səmərələrdən ikincisi odur ki, qardaşlar arasında salamı yaymaq. Çünki deyir ki, salamı tanıyana da, tanımayana da, qardaşlardan tanıyana da, tanımayana da salamı yaymaq. Bu deyir ki, yəni sevgini artıran işlərdəndir. Sevgini artıran yəni şeylərdəndir. Xüsusən də ki, bugünkü gün deyir, bu dövrdə, bu əsrdə yaşayan insanlar görürsən deyir, ancaq deyir, salamı tanıdıqlarına və yaxud da ki, öz dəstəsindən olanlara verirlər. Öz dəstəsindən olanlara verirlər. Yəni, umumən amma deyir ki, Peyğəmbər s.ə.v hədisləri onu göstərir ki, sən tanıyana da, tanımayana da salam verməlisən. Çünki Peyğəmbər s.ə.v qardaşlarınızın arasında salamı yayın. Tanıyana da, tanımayana. Necə ki, Peyğəmbər s.ə.v deyir ki, yəni, nəfsim əlində olana and olsun ki, siz iman gətirincəyə qədər cənnətə girməzsiniz və bir-birinizi sevməyəcəyə qədər iman gətirməzsiniz. Sizə bir şey öyrədinmi ki, onu dediyiniz zaman bir-birinizi sevəsiniz. Əfşus salam beynəkum, aranızda salamı yayın. Səmərələrindən üçüncüsü, Allah üçün yəni, sevgini artıran, yəni Allah üçün olan sevgini artıran səmərələrindən üçüncüsü odur ki, yəni sevdiyin adama yəni, hədiyyə vermək. Yəni hədiyyə vermək, yəni sevgini artıran şeylərdəndir. Xülasə, yəni hədiyyələşmək, hədiyyə vermək. Çünki Peyğəmbər s.ə.v deyir ki, təhəddu təhəbbu. Bir-birinizdən hədiyyələşin ki, bir-birinizi sevəsiniz. Yəni, bir-birinizi sevəsiniz deyə. Ona görə də insan gərək yəni, hədiyyələsin. Bu özü də sünnədəndir. Hədiyyə vermək. Və həmçinin Allah üçün olan sevgini yəni, artıran səbəblərdən də, səmərələrindən də biri nədir? Ziyarətləşmək. Bir qardaşın bir qardaşı ziyarət eləməsi. Lakin deyir, bu ziyarət də deyir ki, gərək yəni çox olmasın, nə də ki, lap az olmasın. Bunun ikisinin arasında olsun. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, zur ğibbən təzdəd hubbən. Yəni,
ara sıra ziyarət et ki, seviləsən. Yəni sevgin artırılsın, sağa qarşı sevgi artsın. Bəzən görsən, çox ziyarət edəndə, hər gün bir yerə gedəndə səndən də bezirlər. Yəni, bu da sünnəyə müxalifdir. Yəni, ara sıra ziyarət elə ki, nə çox atma, nə də ki, tam tərk eləmə. Yəni, ara sıra ziyarət elə ki, neyniyəsən? Yəni, seviləsən deyə. Həmçinin səmərələrindən də biri odur ki, bu sevgini artıran səmərələrindən də biri odur ki, səbəblərdən biri odur ki, Allaha itaat eləmək və Allaha ixlaslı olmaq. Yəni, insanın itaətinə görə və həmçinin insanın ixlasına görə sevilir. Əgər sən itaət eləsən və ixlaslı olsan, Allah Subhanahu taala bu əmələ görə səni sevər. Allah da sevərsə, səni hər bir şey sevər. Və şeyx gətirir ki, insan əgər itaətini artırarsa və Allah üçün ixlaslı olarsa, Allah Subhanahu taala da onu insanlara yəni sevdirər. Və insanlar da onu sevərlər. İnsanların da onu sevməsi yer üzərində onu qəbul edərlər. Yer üzərində onu qəbul edər. Necə ki, Allah Teala buyurur ki, İnnellezîne âmenû ve amilussâlihât seyec'alû lehumurrahmanu yəni vuddə. Yəni o kəslər ki, iman gətirib salih əməllər işləyərlər, Allah deyir, o Rəhman deyir, Allah Subhanahu taala onlara, yəni insanlar arasında onlara qarşı sevgi qoyar. Açıq aydın ayədir. Ona görə də qardaşların üzərində düşən odur ki, itaətləri çoxalsınlar, salih əməlləri çoxalsınlar və bu da deyir ki, sevgini onlar arasında olan, Allah üçün olan sevgini artıran səbəblərdən biridir. Və sonra gəlir, şeyx deyir ki, bu sevgini körlayan səbəblər. Nə kimi səbəblər var? O səbəblər ki, sevgini körləyir. Bu da qalsın yalan mövzuya. Subhanəkəllahumma və bihamdik və əşhədu ən la ilahə illallah nəstəğfiruka və etûbü ileyk.